Burada zınaklar var. Bu da 85 nömrəli avtobus. İndi dayandı. İndi 85'in döndüğü yerə baxın. İnşaat materiallarının satış yeri tikildikdən sonra yük maşınlarının hərəkəti 2 saatdə qeyd edilir. Ağırlık maşınlarının illərdə uçakların haberi gelmesi gerekir. Hazırda 5-6 yılda bütün uçaklar şahit edilir. Evde oturanda çat olur bütün her yerler. Öyle olur ki yani hiç sevmişse ileri gidiyor. Bir sıramı şikayet olacak da sıramı bu yollara göre. Bak kamazlar, binen kamazlar bak şu dehşet ediyor, dehşet ediyor. Bu da 85 nömrəli avtobus. İndi dayandı. Bu kamazlar saklamaya imkan. Bu bak bu kamazlardan İndi biz bile 85'in döndüğü yerə baxın. Bu bizim günümüz. Hiç bir kançar açık olsa içebilmiyoruz. 15'in doğru tabii. 15 yıllık taksiyle yağdırçılık da yapıyor. Yağdır ve bir sıra öyle çok. Ərazidə çəkisi 5 yıldan artıq olan əqliyyat vasitələri. Evdə də beləncə zınaklar var. Əlqoyan yox. Qabaqdan da deyib belə qayıdır. Əvvəllərdən aidiyyəti qurumlara müraciət etsələr də Burada zınaklar var. Bu da 85 nömrəli avtobus. İndi dayandı. İndi 85'in döndüğü yerə baxın. məsələ ilə bağlı Musa şəhər icra nümayəndəliyinə müraciət etdik. İcra nümayəndəsi Sabir Qədir bizə xəbər verdi. Burada aidiyyətin nişanı buraxdıq. Birlikdə çəkisi 5 yıldan artıq olan maşınların hərəkəti qadağan etdik. Daxili İşlər Nazirliyinin həyat yolculusu eğitimci həmin ərazidə Evdə də beləncə zınaklar var. tədbirlər Qabaqdan da deyib belə qayıdır.